Xoş gördük əziz həmkarlar. Sizinlə yenidən görüşmək necə də gözəldir. Bugün mən bir metodist kimi müasir aktiv öyrənmə siniflərinin sirrini açan bu izahlı təqdimatda sizin pedaqoji bələdçiniz olacağam. Gəlin elə dərhal mətləbə keçək və bu mükəmməl stata baxaq. Yəni, məqsədimiz sadəcə lövhə qarşısında dayanıb uşaqlara nələrisə danışmaq deyil, düzdür? Bizim əsl işimiz onların beynini, necə deyərlər, işə salmaq, düşüncə tərzlərini strukturlaşdırmaqdır. Pedagogikanın əsl sənəti elə məhz budur. Buna nail olmaq üçün biz sizinlə 6 əsas pedaqoji bölmədən keçəcəyik. Aktiv öyrənmənin 3 sütunu, analitik strategiyalar, kommunikasiya, o cümlədən refleksiya, praktik matris və nəhayət hər birimizin bilməli olduğu qızıl qaydalar. Hazırsınızsa, gəlin başlayaq. Beləliklə birinci bölmə. Aktiv öyrənmənin 3 sütunu. Hər şeyin başladığı o təməl nöqtə. Baxın, müasir sinif otağında etdiyimiz hər bir fəaliyyət əslində bu 3 nəhəng sütun üzərində dayanır. Təsəvvür edin, bunlar dərsinizin sarsılmaz təməlidir. Birinci, idrak və tənqidi təfəkkürün inkişafı. İkinci, komanda işi ilə formalaşan sosial-emosional intellekt və nəhayət, metakognitiv fərqindəlik. Bir növ şagirdin öyrəndiyini, necə öyrəndiyini anlama prosesi. İkinci bölməmiz isə birbaşa analitik təlim strategiyalarına həsr olunub. Gəlin, o mavi sütunun dərinliyinə inək. Burada həlledici məsələ nədir? Analitik strategiyalar şagirdləri məlumatı tutuquşu kimi sırf mexaniki şəkildə əzbərləməkdən xilas edir. Biz bu alətlərlə onları məlumatı hissələrə parçalamağa, o ilk baxışdan görünməyən gizli əlaqələri tapmağa məcbur edirik. Nəticədə onlar dəlillərə əsaslanan məntiqli qərarlar qəbul etməyi öyrənirlər. Məhz buna görə də bir metodist olaraq ən böyük tövsiyəm budur. Freyer modeli, Venn diaqramı, klaster, SWOT analizi, qərarlar ağacı və Kipling modeli. Bunları həmişə gündəlik pedaqoji arsenalınızda hazır saxlayın. Dostlar, bunlar sadəcə quru cədvəllər deyil. Bunlar düşüncəni tam formatlayan vizual mexanizmlərdir. Və burada mükəmməl bir müqayisə var. Bu alətlərin yerini və fərqini bilmək çox vacibdir. Məsələn, konseptual bir anlayışı strukturlaşdırmaq istəyirsinizsə, Freyer və Venn idealdır. Amma söhbət mürəkkəb bir problemi diaqnoz edib onu həll etməkdən gedirsə, bax o zaman dərhal SWOT və ya qərarlar ağacını işə salmalısınız. Bəs uşaqları yaradıcı düşüncənin ən pik nöqtəsinə necə çatdıraq? O zaman mənim sevimli texnikam olan sinektikaya müraciət edin. Təsəvvür edin. Tamamilə fərqli, əlaqəsiz cisimləri gözlənilməz metaforalarla birləşdirirsiniz. Bu üsul uşaqlara o qədər fərqli alternativ baxış bucaqları qazandırır ki, onların tapdığı optimal həll yollarına bəzən özünüz də təəccüblənəcəksiniz. İndi isə keçirik 3-cü bölməyə, kommunikasiya və əməkdaşlıq. Unutmayaq ki, öyrənmək təbiəti etibarilə kifayət qədər sosial bir prosesdir. Təbii ki, burada hədəfimiz dəyişir. Məqsəd sinifdə quru səs-küy yaratmaq deyil, uşaqlarda o sosial intellekti formalaşdırmaqdır. Biz onlara nəyi öyrədirik? Bir-birini şuurlu şəkildə dinləməyi, komanda içində ortaq bir məqsəd üçün işləri bölüşdürməyi və tutduqları mövqəni emosiyalarla deyil, konkret və tutarlı faktlarla müdafiə etməyi. Bu dövrəyə bir baxın, o qədər dinamikdir ki, şagirdin iştirakçılığını dayanmadan yüksək səviyyədə saxlayır. Siz prosesə tənqidsiz şəkildə sadəcə çoxlu ideya yığdığınız beyin həmləsi ilə başlayırsınız. Sonra o daha sakit, introvert uşaqları cəlb etmək üçün düşün, cütləş, bölüş üsuluna keçirsiniz və ən sonda karusel metodu ilə o ideyaları qrupdan qrupa fırladaraq daha da zənginləşdirirsiniz. Daha mürəkkəb, dərin və strukturlaşdırılmış debatlar üçünsə akvarium, yəni məşhur fishbowl texnikası tamamilə əvəz olunmazdır. Niyə bilirsinizmi? Çünki bu üsul sinfin bir yarısını danışmağa sövq edirsə, digər yarısını əksər vaxtlarda unutduğumuz o vacib bacarığa sakit durub, kənardan şuurlu müşahidə və qiymətləndirmə aparmağa məcbur edir. Və gəldik 4-cü bölməyə, refleksiya və qiymətləndirmə, bəlkə də pedaqoqların ən yaralı yeri. Həmkarlar, gəlin tam səmimi olaq.
Zəngin vurulmasına cəmi bir neçə dəqiqə qalanda, o vaxt darlığı ucbatından dərsin sonundakı bu fazanı necə tez-tez ötürürük, hə? Çox olur, əminəm. Halbuki bu, prosesin ən həlledici hissəsidir. Refleksiya dərsi yenidən danışmaq, mexaniki təkrar etmək deyil. Bu, uşağın bir addım geri çəkilib, öz prosesini görməsi, mən bunu necə öyrəndim deyərək təcrübəni dərk etməsidir. Bəs bunu sürətlə və problemsiz necə tətbiq edək? Çox sadə. 3-2-1 üsulu ilə. 3 yeni öyrəndiyin şey, 2 maraqlı gələn məqam və hələ də cavabını tapmadığın bir sual. Bu qədər sadə. Bununla siz qısa vaxtda şagirdlərinizin mövzunu qavrama səviyyəsinə çox dəqiq diaqnostika etmiş olursunuz. Əlbəttə, variantlarımız yalnız bununla bitmir. Məsələn, dərsin əvvəlindəki biliklərlə yenisi arasında o vizual körpünü yaratmaq üçün Bibobo cədvəlini istifadə edə bilərsiniz. Və ya mövzunu lakanik, şeir formatında ümumiləşdirmək üçün kreativ Sinkveyndən yararlanın. Sürətli bir nəbs yoxlaması üçünsə çıxış biletləri hər zaman işə yarayır. 5-ci bölməmiz strategiyaların praktik tətbiq matrisi. Əsl fəaliyyət planımız məhz burada formalaşır. Çünki hər bir təcrübəli metodist sizə deyəcək ki, əgər bir aləti harada və hansı məqsədlə işlədəcəyinizi bilmirsinizsə, o faydasızdır. Bu matriksə baxın. O bizə deyir ki, yeni bir termini sadəcə izah etmək üçün 10-15 dəqiqəlik Fryer modeli bəs edir, amma siz dərindən şuurlu dinləmə mədəniyyəti yaratmaq istəyirsinizsə, o zaman bütöv bir dərsi akvarium müzakirəsinə həsr etməlisiniz. Məqsədi və vaxtı uyğunlaşdırmaq hər şeydir. Və ən heyrətamizi, görürsünüzmü, bu strategiyalar necə birbaşa Bloom taksonomiyası ilə nəfəs alır? Tamamilə mükəmməl bir uyğunluq. Yəni siz sinifdəki hər bir fəaliyyətinizi məhz hədəflədiyiniz o spesifik idrak səviyyəsinə, istər sadə tətbiq olsun, istər təhlil, istərsə də ən üst pillə olan yaratmağa sanki zərgər dəqiqliyi ilə uyğunlaşdırırsınız. Artıq yekunlaşdırılıq. 6-cı bölmə. Metodistin qızıl qaydaları. Bu pedaqoji səyahətimizi bütün dizaynımızı tənzimləyən fəlsəfələrlə bağlayırıq. Qızıl qaydalarımız bunlardır. Məqsədsiz yerdə edilən hər texnika ancaq əyləncədir. Müəllim cavabları hazır verib diktə edən şəxs yox, o mühiti quran, fasilitasiya edən bir bələdçidir. Və bir daha vurğuluyuram. Refleksiyanı heç vaxtım çatmadı bəhanəsi ilə qurban verməyim. Nəticə etibarilə buradakı ən kritik və mühüm nöqtə budur. Mərkəzdə həmişə inkişaf etdirəcəyiniz o bacarıq durmalıdır. Seçdiyiniz o gözəl, mükəmməl strategiya sizin maraqlarınıza yox, şagirdin ehtiyaclarına xidmət etməlidir. Başqa sözlə, strategiya alətdir, məqsəd yox. İndi isə dəyərli həmkarlar, mənim sizə, dərslərinə böyük həvəslə hazırlaşan hər birinizə son bir düşündürücü sualım var. Baxın, elə indi o masanızın üzərindəki dərs planınıza bir göz atın. Sabahki dərsinizdə şagirdlərinizdə konkret olaraq hansı kritik bacarığı inkişaf etdirməyə hazırlaşırsınız? Qoyun bu sual sinifdəki əsas fənəriniz olsun. Bu izahlı təhlildə mənimlə olduğunuz üçün təşəkkür edirəm. Hamınıza yaradıcı və uğurlu dərslər arzulayıram.